Bismillahirrahmanirrahim. Salam, hörmətli bacı və qardaşlarım. Allahın rəhmət dolu bu ayında, Ramazan ayında sizləri salamlayıram. Bu gecə bəlkə də dualarımızın qəbul olacağı gecədir. Ramazan ayının 27-ci gecəsi. Milyonlarla müsəlman bu gecəni ibadətlə keçirir. Bəs bu gecəni xüsusi edən nədir? Quran-ı Kərimdə buyrulur. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Yəni bu ayə Qədr surəsinin 3-cü ayəsində qeyd olunur. Yəni bu gecədə edilən ibadət digər gecələrdən qat-qat savab gətirir. Sünnə alimlərin fikrincə 27-ci gecə Qədr gecəsinin olma ehtimalı yüksək olan gecələrdən biridir. Bəzi sahabelər, xüsusilə Ubey ibn Kəb bu gecəni Qədr kimi qeyd etmişdir. Şiə alimlərinə görə isə Qədr gecələri əsasən 19, 21 və 23-cü gecələrdir. Amma 27-ci gecə də çox fəzilətli gecələrdən biridir. Əl-Kafi kitabında yazılıb. 27-ci gecə də fəzilətli gecələrdəndir. Kim bu gecədə Allahdan bağışlanma diləsə, Allah onun günahlarını bağışlayar inşallah. Bu gecə üçün tövsiyə olunan əməllər vardır ki, bunlardan biri qüsul almaq. Bu gecədə ruhi və cismani təmizlik ilə başlamaq tövsiyə olunur. Yəni ki, qüsul almağın mənası bir növ bunu göstərir. Namaz qılmaq, nafilə namazları qılmaq tövsiyə olunur. Bəzi mənbələrdə 30 rükət göstərsə də, əsas tövsiyə sadəcə çox namaz qılmaqdır. Bəzi mənbələrdə isə belə qeyd olunub ki, 27-ci gecənin namazı 4 rükətdir və hər rükətdə həmddən sonra Mülk surəsi oxunur. Əgər Mülk surəsini oxumaq sizin üçün çətindirsə, eyni mənbədə qeyd olunub ki, əgər bu surəni oxuya bilmirsinizsə, oxumağa çətinlik çəkirsinizsə, 25 dəfə İxlas surəsini oxuya bilərsiniz. Sonra bu gecədə Quran oxumaq və ayələr üzərində düşünmək ən böyük ibadətlərdən biridir. Yəni oxuyursunuz bu ayənin mənası nədir? Bu nə demək istəyir Quran bu ayədə? Bunu yəni düşünərək Quran ayələrini oxumaq tövsiyə olunmuşdur və bu gündə, bu gecədə daha doğrusu dua etmək tövsiyə olunub, çoxlu dua eləmək. Peyğəmbərimiz bu zaman dua edib bu duanı Allahümmə innəkə əfuvən tuhibbul əfuvə fə'fu anni. Mənası da odur ki, ey Allah, sən bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla. Zeyd ibn Əli nəql edir ki, atam Əli ibn Hüseyn aleyhissalam Ramazan ayının 27-ci gecəsi gecənin əvvəlindən axırınadək bu duanı oxuyardı. Allahümmə rzuqni təcafiyə an daril qurur vel inabete ilə daril xulud vel isti'dade lil mevti qablə hululil fəvt. Tərcüməsi belə qeyd olunub. Ey Allahım, yalan evdən uzaqlaşmağı, yəni fani dünyadan uzaqlaşmağı və əbədi evə tərəf qayıtmağı, ölüm çatmamışdan qabaq onun üçün hazırlaşmağı mənə ruzi et. Quran ayələrinə şamil olan Peyğəmbərimiz salam olsun ona və onun əhl-i beytinə onun buyurduğu bu duanı oxumaq da tövsiyə olunmuşdu. Ey Rəbbimiz, biz iman gətirdik, elə isə günahlarımızı bağışla və pis əməllərimizin üstünü ört. Bizi yaxşı əməl sahibləri ilə öldür. Ey Rəbbimiz, Peyğəmbərlərinin vasitəsilə bizə vəd etdiklərini bizə əta et. Qiyamət günü
bizi rüsvay etmə. Çünki sən öz vədinə əsla xilaf çıxmazsan. Ey Rəbbimiz, bizi 2 dəfə öldürdün və 2 dəfə diriltdin. İndi öz günahlarımı etiraf edirəm. Görəsən xaric olmaq üçün bir yol varmı? Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən uzaq et. Həqiqətən cəhənnəm əzabı ağır və davamlıdır. Ey Rəbbimiz, zövcələrimiz və övladlarımızı bizə gözümüzün aydınlığı et. Bizi təqvalılara rəhbər et. Ey Rəbbimiz, biz sənə təvəkkül etdik, sənə tərəf qayıtdıq. Hər şeyin sonu sənə tərəfdir. Ey Rəbbimiz, bizi kafirlərin azınlığına səbəbkar etmə. Ey Rəbbimiz, bizi və imanda bizdən önə keçmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə möminlərə qarşı həsəd və kin qərarlaşdırma. Ey Rəbbimiz, həqiqətən sən mehriban və rəhimlisən. Bu gecədə və bu ayda Muhammed və onun pak əhli beytinə salavat göndərmək də tövsiyə olunub. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Bəli, bəlkə də bu gecə Allah dualarımızı qəbul edəcək. Bəlkə də bu gecə həyatımız dəyişəcək. Ona görə bu gecəni boş yox, dua və ibadətlə keçirək. Allah bütün dualarımızı qəbul etsin inşallah. Amin, aminə ya Rabbil aləmin. Hələ ki bu qədər. Görüşənədək. Esselamu aleykum və rəhmətullah.